28 may Müstəqillik Günü münasibətilə Beynəlxalq Qalereyada Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə istedadlı rəssam və müəllim Səadət Şahbazovanın tələbələri ilə birlikdə ilk fərdi yaradıcılıq sərgisi keçirildi. Sərginin layihə rəhbəri Aygün Əzzova idi. Müstəqilliyimiz əbədidir adlı sərgidə Səadət Şahbazova və onun 10 nəfər tələbəsinin vətənpərvərlik mövzusunda 50-yə yaxın əsəri nümayiş olundu. Sərgidə fəxri qonaq qismində Xəbərtayım portalının rəhbəri Yeganə Telman qızı, Qarabağ müharibəsi iştirakçısı tibb işçisi Nəzakət Baxışova, ehtiyatda olan Gizir Könül Əzimova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinayda Mirzadə və AESIM brendinin rəhbəri Aygün Kamil qızı iştirak etdilər. Beynəlxalq Qalereyanın direktoru Elnura İskəndərova giriş sözü ilə çıxış edərək həm Müstəqillik Günü, həm də Qurban Bayramı münasibəti ilə qonaqları təbrik etdi. O, günün tarixi əhəmiyyətindən bəhs edərək sərgidə nümayiş olunan əsərlərin milli ruhda zəngin olduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd gənc nəslin Azərbaycançılıq ideologiyası və vətənpərvərlik ruhunda yetişdirilməsidir. Fəxri qonaqlar çıxışlarında Beynəlxalq Qalereyanın fəaliyyətini yüksək qiymətləndirərək, onun müxtəlif yaş qruplarından olan insanların asudə vaxtlarının səmərəli təşkilində, sənətə marağın artırılmasında və milli dəyərlər əsasında formalaşmasında mühüm rol oynadığını qeyd etdilər. Onlar rəssam müəllim Səadət Şahbazovaya və tələbələrinə uğurlar arzuladılar. Sərgi zamanı hər bir rəssam öz əsəri haqqında məlumat verdi. Tədbir çay süfrəsi arxasında səmimi söhbətlərlə davam etdi. Sonda iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi. 28 may Müstəqillik Gününüz mübarək!